Hoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Xətai rayonundayıq. Gördüyünüz kimi Xətai rayonunda vaxtaşırı biz çəkərək bu qanunsuz tikintiləri göstərdik. Baxın, hal-hazırda burada mənim çıxarışım var deyən şəxs, baxın, artırmayıdır. Gördüyünüz kimi burada, yəni ki, vətəndaşların gediş-gəliş səkiyə hal-hazırda burada artırma gedir. Və bu boyda mənzərəyə Xətai rayon icra başçısı susur. Baxın, biz çəkirik, göstəririk. Xətai rayon icra başçısı bütün bu gördüyünüz mənzərələrə göz yumur. Gördüyünüz kimi insanların gediş-gəliş yolu, baxın, zəbt edilir və bu əraziyə çıxılır və burada özləri üçün obyekt tikirlər. Və bizim çıxarışımız var deyirlər. Gördüyünüz kimi bu hamısı səkiyə. Baxın, vətəndaşların gediş-gəliş yolu zəbt olunur və özlərinə burada obyekt tikirlər. Mən heç də deməzdim ki, Xətai rayon icra başçısının bundan xəbəri yoxdur. Xəbəri var və bu gördüyünüz bu işləri görəndə Xətai rayon icra başçısı tərəfindən öz xeyir duasını almış insandır. Baxın, səkilər zəbt olunur. İnsanların gediş-gəliş yolu bax belə zəbt olunur və özləri üçün obyekt tikirlər. Rafiq müəllim, siz xeyir dua vermisiniz, biz də deyirik Allah xeyir versin. Çünki biz Xətai rayon icra hakimiyyətinə səslənməkdən bezdik. Xətai rayonunda olan bütün bu qanunsuz zəbt etmələr, artırmaları biz vaxtaşırı olaraq çəkdik, işıqlandırdıq, sizə göstərdik. Deyə bilmərsiniz ki, görmədik. Görürsünüz və eşidirsiniz.